Bir de üzüm istəyirəm ki, biraz 27 yaşım var, biraz fresh görünsün. Çox yorğun görünür. Çox da üz çizgilərimi itməsini istəmirəm. Təbiiliyin getməsini heç istəmirəm. Tamam. Birinci gözaltı ışıq dolusu Hə, demişdim. elə onu fikirləşdim ki, bəlkə gözaltı işıq dolusu biraz üz yorğunluğunu götürür. Lazımdır gözaltı ışıq dolusu. Əslində 2 qram lazımdır normalda, amma 1 qramla deyirəm başlayaq. Nəticəsini görək. Ehtiyac olsa 2-ci qram sonra eləyərik, 1 ay sonra eləyərik. Tamam. Başqa belə üzümdə Qaldırmışdan. Botoks eləmək olar, sizsiz indi, sizsə sonra eləmək olar. Bura. Bəli. Göz ətrafında bəs. Göz ətrafınıza da qırışlar ancaq botoks. Elə bilirəm ki, üzüm belə çox aşağı düşübmü və yorğun. Bəli, piy yerlərini dəyişibdir. Bu hissənizdə piylər olduğu üçün sizin ağız ətrafı qırışlarınız daha çox alıbdır, üzünüz daha düşük görsənir. Yəni, məsələn, brudiyalar deyirlər ruslar. Ağız kənarında bu piy hissələri, piy topları yerin dəyişdiyinə görə bu hissələr sallanıb və siz ona görə də yorğun görsənirsiniz. Çox yorğun görünür. Bunu aradan qaldırmaq üçün ilk növbədə üzünüzü əritmək lazımdır. O piy hissələrini əritmək lazımdır ki, üzünüz daha kiçik olsun və sonradan daha gözəl lifting eləyə bilək. Əgər sizin vaxtınız varsa, Azərbaycanda yaşayırsınızsa, o zaman ərdərik onu birinci. Nə, gəlmişəm bugün kosmetoloqa. Bax, burada yaşamırdınız. Yox, burada yaşayıram, burası səfərdən gələn kimi yox dedim, nənə, mən üzümə bax, məsələn, o deyiləm. Eləmək olar, yəni bu hissələri ərdib, gözaltı eləmək, botoks eləmək olar, yanaq lifting eləmək olar, bir çox prosedurlar eləmək ki, daha fresh görsənir. Bəs əritmək heç olan bir şey deyil. Əritmə 3 dəfə olur, 10 gündən bir. Lipolitik lihədləsi də. Bəli, müxtəlif cür lipolitiklər var, hansı ki, var 3 dənəli lipolitik, var direkt yalnız bir lipolitik. Onların sizə qiymətlərini və özəlliklərini başa salacağıq. Teşekkür edirəm. Hər ikisi 10 gündən bir 3 dəfə olunur və daha sonra biz dolgularla üzümüzdə o itirilən həcmi bərpa edirik. Artıq dolgu daha çox istifadə olunur, daha az istifadə olunur. Bu sizin üçün hər cür sərf edir və üzünüz böyümədən kiçik qalaraq, amma liftingi və daha fresh görsənir. Çünki deyirlər, dolguda çox vuranda dolgu əlində üz sağlanma verir. Belə şeyləri işləmişəm. Yox, dolgu sallama vermir, amma dolgu ilə üzü böyütmək mümkündür. Mən sevmirəm üzü böyütməyi. Bəzi başqa yerlərdə bir də görsən ki, çox dolgudan istifadə edirlər, üzü əritmirlər və həcmi geri qaytarmaq üçün, lifting eləmək üçün çox dolgu edirlər. 20 yaşı var, üzü ucuz boydadır. Deyirəm, neyirsən bu qədər? Düzgün deyil o, bu qədər dolgu ilə yetər. Ona görə də bəzən adam üzü tez yaşlanır. Mən istəyirəm şey qalsın, fresh qalsın. Ona görə də birinci biz ərdəcəyik, ondan sonra lifting edəcəyik.